Hər hansısa bir şirkət tərəfindən müsahibəyə dəvət olunursan, hər şey hazırdır, insanlar səni gözləyir. Demək olar ki, sən də hazırsan. Beynində cavabladığın bir güzgü qarşısında təklikdə özünlə danışdığın və cavabını verdiyin çox mövzu var. Amma gəlib o müsahibə otağında əyləşdiyin zaman bir, iki, maksimum üç insan qarşısında başlayırsan özünü itirməyə. Müsahibəyə başlamamışdan qabaq artıq 1-0 geridə başlayırsan. Əllərin əsir. Danışarkən səs tonunda titrəmələr yaranır. Ürəyin sürətlə döyünür. Həyəcan, həyəcan, həyəcan. Bəs yaxşı, bunun səbəbi nədir? Gəl bundan danışaq. Ardınca da bunu necə ortadan qaldırmaq olar və müsahibə zamanı necə rahat ola bilərsən? Ondan danışaq. İlk növbədə qəbul olmalısan ki, müsahibə tək tərəfli sorğu deyil. İki tərəfində işə qəbul etmək istəyən və işə qəbul olunmaq istəyən tərəfində bir-birini tanıması üçün olan bir görüşdür. Və ən əsas məsələlərdən biri qarşındakıların sadəcə insan olduğunu unutma. Vəzifəsindən, kimliyindən asılı olmayaraq onlar da saat 6-da, 7-də, 8-də iş yerini tərk edəcək və öz evlərinə gedib normal həyatlarına davam edəcək insanlardılar. Qarşındakıların da sənin kimi bir insan olduğu, o dörd divardan çıxandan sonra adlarının sonundan bəy, xanım sözlərinin silindiyi insanlar olduğunu unutmamalısan. Bunu ki unutmasan, müsahibə zamanı ilk növbədə sənin beynində bir şey olacaq. Qarşındakılar da bir insandılar. Onlar da mənim kimi, mənlə eyni düşüncə və ya da fərqli düşüncələrə sahib, mənimlə aşağı-yuxarı eyni gücə sahib olan, biliyə, bacarığa sahib olan insanlardılar. Buna görə özünə qəbullandıra bilsən. Müsahibəyə daxil olduğun zaman öz üzərindəki həyəcanın ən azından bir 40-50%-ni silmiş olacaqsan. Bəs sadəcə budurmu? İnsanlar sadəcə insanları gördüyündə mi həyəcanlanır? Müsahibə zamanı problemin elə kökü buradadırmı? Xeyr. Müsahibə zamanı insanın adətən həyəcan keçirməsinin səbəbi, bəli, ilkin mərhələdə insanlarla necə davranacağını bilməməsidir. İnsanların qarşısında özü ilə necə davranacağını bilməməsidir. Amma ikinci ən əsas səbəb bilik və bacarıqların, təcrübənin əskikliyi ola bilər. Yəni, birinci dəfə bəlkə müsahibədə iştirak edirsiniz, bəlkə bir neçə dəfə, bəlkə hal-hazırda hansısa bir şirkətdə, qurumda çalışırsınız, amma yeni bir müsahibəyə dəvət olunmusunuz. Baxmayaraq ki, bir neçə dəfə müsahibə təcrübəniz var, hələ də həyəcanlanırsınızsa, burada sadəcə insanlar qarşısında ola biləcək davranış faktoru əsas yer tutmur. Bilik və bacarığın əskikliyi də hər zaman müsahibədə sizin əleyhinizə işləyə biləcək bir şeydir. Misal üçün, hər hansısa bir şirkət tərəfindən müsahibəyə dəvət olunursunuz. Ancaq getdiyiniz nə şirkət haqqında, nə onun vakansiyası haqqında, nə də ki, vakansiyanın tələbləri haqqında və sizdən olan gözləntiləri haqqında heç bir fikriniz yoxdur. Bu zaman elə müsahibə başlamamış, qarşınızda oturan işə qəbul komandası və yaxud da ki, hər hansısa bir rəhbər şəxs müsahibəni siz nə qədər maraqlı namizəd olsanız da, nə qədər özünüzə güvənsəz də, sizinlə tez bir zamanda yekunlaşdırmağa çalışır. Düşünün ki, hər hansısa bir şirkət haqqında məlumat əldə etmədən, şirkətin gördüyü işlər haqqında məlumat əldə etmədən müsahibəyə daxil olmusunuz. Və sizə sual verilir ki, hansı bilik və bacarıqlara sahibsiniz? Tamam, cavablar verirsiniz. Pis, yaxşı cavablayırsınız. Amma məsələ gəlib şirkət haqqında bir sual verilən zaman, deyək ki, bizim neçə filialımız var, gördüyümüz iş nədir, hədəflərimiz nədir, harada yerləşir ümumiyyətlə şirkətin satış nöqtələri. Siz belə baxdığınız zaman təbii ki, qarşınızdakı insanlarda ilk növbədə bu fikir formalaşır. Bu insan əlinə keçən yerə CV yazıbdır, biz də məcburən və ya da bilərəkdən, bilməyərəkdən o insanı müsahibəyə dəvət etmişik. Nəticə etibarilə qarşılıqlı bir məcburiyyət yaranıbdır. İnsan üçün sadəcə vacib olan işə qəbul olmaqdır. Şirkət və ya da ki, şirkətin maraqları o insan üçün maraqlı deyil. Bu səbəblə müsahibəyə dəvət olunduğunuz zaman getdiyiniz şirkət haqqında, həm də vakansiya haqqında, vakansiyanın tələbləri haqqında xüsusi bir araşdırma aparmağınızın sizin üçün böyük bir faydası ola bilər. Sual verə bilərsiniz ki, bu işin həyəcanla nə aidiyyatı var? Birbaşa aidiyyatı var. Çünki insan bilmədiyi bir şeydən hər zaman qorxur və çəkinir. Çəkindiyiniz bir şeydə sizin müsahibə zamanı ən azından o otaqdan məğlub olaraq ayrılmağınıza, uğursuz olaraq ayrılmağınıza səbəb ola biləcək. Bu dünyanın axırı deyil, amma davamlı olaraq sizin belə bir adət üzərindən davam etməyinizə səbəb olacaq.
İnsanlar qarşısında məğlub olmaq istəyirsinizsə, verilən suallara cavab vermək istəmirsinizsə, ümumiyyətlə niyyətiniz uğursuzluqdursa, getdiyiniz yer haqqında öyrənməsəz, bu kifayət edəcək. Vakansiyanın tələblərinə hər zaman xüsusi diqqət yetirməlisiniz ki, o iş sizin üçün vacibdirsə, bu haqda oxuyaraq, araşdıraraq və tələblərə uyğun olub-olmadığınızı əvvəlcədən göz önündən keçirərək həmin müsahibəyə getsəniz daha yaxşı olar. Çünki sizə aidiyyatı olmayan hər hansısa bir müsahibədə iştirak etdiyiniz zaman orada almış olacağınız hər hansısa bir mənfi cavab sizin daxili özgüvəninizin də aşağı düşməsinə səbəb ola bilər. Təbii ki, siz bunu istəməzsiniz. Çünki bu zamanla sizin yeni müsahibələrə getməyinizin də qarşısını bir növ almış olacaq. İndi isə videonun məzmununu toparlasaq və sizin üçün xülasə verəsi olsaq, ilk növbədə müsahibəyə getməmişdən öncə daxili hazırlığınız öz yerində olmalıdır. Qarşınızdakının da bir insan olduğu, qorxulu bir varlıq olmadığı və sizinlə sadəcə bir həmsöhbət olduğunu özünüzə qəbullandıra bilsəniz, o zaman müsahibə zamanı ilkin həyəcanınızın 40-50%-ni aşağı salmış olacaqsınız. İkinci məsələ isə şirkət haqqında, müsahibəsinə dəvət olunduğunuz şirkət haqqında araşdırma edib, daha sonra müsahibəyə getmək sizi qıraqda gözləyən namizədlərdən ən azından bir addım qarşıya atmış ola bilər. Vakansiyanın tələblərinə xüsusən diqqət yetirin. Burada sizin həmin tələblərə uyğun gəlib-gəlmədiyiniz birinci məsələdir. Əgər gəlmirsinizsə və təcrübə tələb olunursa, heç orada özünüzü və vaxtınızı sərf etməyə dəymədiyini bilməlisiniz. Yox, əgər sizin həmin vakansiya tələblərinə 40-50%, ən azından 30% bir uyğunluğunuz varsa ki, geridə qalan boşluqlar da zamanla işlədiyiniz müddətdə aradan qaldırıla bilər. Siz aradan qaldıra bilərsiniz öz üzərinizdə çalışaraq. Ki, 30-40%lik bir uyğunluq varsa, o zaman həmin tələbləri tam olaraq detallı bir şəkildə gözdən keçirin, daha sonra müsahibəyə getməyə hazırlaşın. Hər birinizdə peşəkar iş həyatınızda və getmiş olacağınız o müsahibələrdə müsbət cavablar və bol-bol uğurlar arzulayıram. Özünüzə yaxşı baxın. Növbəti videomuzda görüşənədək. Hələlik.